Kartoflarımızı açaq görək. Nə vəziyyətdədir? Xarab mı olur? Yoxsa düzəlib mi? Neçə vaxtı başım qarışıb. Uşaqların xəstəliyini aça bilmədim bunu. Əməlli başlı düzəliblər. Ay maşallah. Ne koyayım? Yüzü əkilməlidir. Maşallah. Maşallah yüzü əkilməlidirlər. Hamısının gözü var. Hamısının gözü var. Görək bunlarda da var mı? Bax gözü olmayan kartof budur səb. Bircə dənə gözü varmış. Bax görsən nə böyüklükdədir. Biri buradadır amma fərri göz deyildi. Cücərməyib. Amma hansı gözü sağlamdırsa cücərif. Hansının gözü çoxsa bax bunda da elə. Sən bircə dənə gözü varmış. Bir dənə. Bax buradan cücərif. Yəni gözü çox olan kartof almaq lazımdır. Bax mən bunu deyirəm. Amma gözü qəşəng olan kartof görsən nə qəşəng cücəriblər. Görürsən? Bax belədir. Gözü yaxşı olan kartof. Ucu kök atıblar aşağıya. Fikir verirsən, əkilməlidir bunlar ucu. Bunlar cücəriflər. Bu qaydada görürsən. Spray şüşəm ver mənə oradan. Suyu az olur. Başım qarışdı. Uşaqlar xəstələndi. Bunları arada sulaya bilməliyim. Bunlar 2 gündən bir baxılıb sulanmalıdır. Görürsünüz, səhifəmin izləyiciləri hər kəsi də salamlayıram. Başım qarışdı, salamlayamadım orada. Hər kəsi salamlayıram, hər kəsi avandiş, bol ruzu, bərəkətli qazanc, can sağlığı, bərəkətli ömür arzu edirəm. Zəhmətinin bəhrəsini min qat görməyi nəsib qismət eləsin. Uca Rəbbim, amin. Bizdə içində, amin. Bu sulanmalıdır. 2 gündən bir bu açılıb baxılanda görürüz ki, əgər quruyubsa bu sulanmalıdır. Sulanmalıdır, bu qaydada sulanmalıdır. Nəyə görə deyirəm sulanmalıdır? Həm aşağı islanmalıdır. Aşağıdakı salfit. Bax görürsünüz kök atıb aşağıya. Bu nəm olmasa bu qaydada kökün dərinə verib kağızdan nəm götürə bilməz. Ona görə ki, aşağı da nəmlənir, üstü də nəmlənir. Elə nəmləndirməliyik ki, belə bütün nəmlənsin. Yəni aşağıdan nəmlik götürsün ki, bu cüzərə bilsin. Üstü də nəm olmalıdır. Ki, kartof necə torpaqdan su götürür, nəm götürür, cücərir. Havada qızışdıqca, istiləşdikcə, temperatur artdıqca cücərib qalxır. Onsuz da temperatur burada istidir. Bu elə ki, parnik şəraiti kimi bir şeydir də. Bu kağız, salafan, torbada, bu poşetlər, bunlar, bu qaralar bunu isti saxlayır. Amma nəmliyi qaydasında olmalıdır ki, cücərsin. Bu qaydada. Bu yeşiyimiz qəşəng cücərib, o birlərinə də bax. Bunlar da qəşəng cücəriblər. İkinci yeşiyimizdə. Mənim spray şüşəmi. Onu da bu qaydada sulayacağım. Sonra üstünü də nəmləndirəcəm. Yenə örtüb 3-cü yeşiyimizə baxaq ki, bunlar da qəşəng, çox qəşəng cücəriblər. Bax, bu qaydada qıraqdakılar da cücərib. Gözü az olanlar, amma buradan izdahım verirəm, yenə də verirəm. Bax, fərsiz kartofu həm çürüyüb, həm də gözü yox imiş. Bircə dənə gözü var imiş, cücərib. İndi məcbur olacağım, bunu belə bir gözü çox olandan yaxın məsafədə əkəcəm ki, ola bilsin ki, bunun kökü yaxşı kök tutub, yaxşı qalxıb kartof verə bilməsin. Onu elə ki, kökü çox olan bir kartofla əkəcəm. Bax, kartofdur. Amma gözü zəifdir, sığallı kartof imiş, gözləri zəifdir. Bax, olduğuna baxmadan çoxunda cüzərməsi yaxşı deyil. Alanda kartof, gözləri sağlam, qəşəng kartof alın. Bax, görürsünüz neçə yerdən cücərir. Bax, belə kartof alın. Məsəl üçün, bəzi kartoflarda yanaşı gözləri olur. Görürsən, bax, bu qaydada cüzərir. Bu illaf gözəl effekt verir. Bəzən lap kartofu yaxşı olan adamlara buradan bir şey də izah edeyim ki, bilsinlər.
çoxlu düzərib kartof. Məsəl üçün kartof bütöv göz atıb. Bax məsəl üçün elə bu kartof götürüm. Çoxlu göz atıb. Onu bax burada da belə gözlər var, bu yanlarda da belə gözlər var, üstlərdə də göz var. O kartofun gözlərini bıçaqla bölüb əkə bilərsiniz. Məsəl üçün ya bunu belə dikinə bölüb əkə bilərsiniz, ya hər tərəfdə gözü varsa, çox yerdən kartof göz veribsə, bax bu qaydada bölüb əkə bilərsiniz. Yekə kartoflara gətirirəm bu misalı. Məsəl üçün da biraz iri olub, gözü çox olub. Onu bölə bilərsiniz. 2 yerə də bölə bilərsiniz. Bax bu kartof kimi 2 yerə də bölə bilərsiniz, 3 yerə də bölə bilərsiniz. Əsas sizə lazımdır bax bu köklər. Bax bunlar lazımdır, bu gözlər. Bax bu lazımdır sizə. Bundan bir neçə yerdə varsa onu 2-3 yerə bölüb əkə bilərsiniz. Mən bunu təcrübə edilmiş bir adam kimi söyləyirəm. Qorxmayın. Bölün, əkin. Təmiz sığallı kartofdur, sağlam. Bax heç nə yoxdur. Gözü birdən elə belə göz varmış. Görürsüz cücərməyib. Yoxdur. Göz yaxşı deyil. Ona görə gözü yoxdur, sığallıdır. Amma gözü çox olan kartof var. Sağlam da kartofdur. Bax çürüməyib, eləməyib. Bu ağlar sanfetkanın yapışan şeyləridir. Yoxdur. Göz yoxdur ona görə. Sağlam göz yoxdur. Bax. Yoxdur. Bu göz deyil. Bu əlimi qoyduğum göz deyil. O qara çürümüş bir şeydir. Ona görə mən deyirəm alanda gözü çox olan kartof alın. Onda qəşəng düzəlir.